2026-ya az qaldı və 2025 hər şey dəyişib. 2025-də sosial şəbəkələr həyatımızda əsas rol çıxdı və əsasən TikTok. Adamların çoxu qərarlarını, seçimlərini və hətta alış-verişlərini sosial şəbəkə ilə edirlər. Sosial şəbəkələr sadəcə bir gülməli kontentdən, yəni sadəcə bir əyləncədən böyük bir gücə çevrildi. Təbii ki, sosial şəbəkələr əvvəldə var idi və çox adam onları paylaşırdı. Amma ayda bir dəfə, ildə bir dəfə və paylaşanda da eyni qaydada, hamı eyni bir şablonla reklamlar paylaşırdı və onunla bağlı təbii ki, məlumat və kontent çox qısa və az idi. Və mən başa düşdüm ki, cəmaət bundan bezib və bu sferdə nəsə təzəlik eləmək lazımdır. Bu format sizə maraqlı olsa, mən digər videolarımda izah edərəm hansı təzəliklərdən istifadə elədim. O təzəliklərdən sonra təbii ki, kontent da artdı, məlumat da artdı və cəmaət gördü ki, bəs həqiqətən sosial şəbəkə ilə onlayn biznes eləmək mümkün. Yəni cəmaət qapı olsun, filtr olsun, yəni fərqli bir şeylər olsun, hər bir şeyi onlayn almaq, yəni cəmaət meyllidir. Və onunla bağlı təbii ki, məlumat da çoxaldı, dediyim kimi çəkənlər də çoxaldı, alanlar da çoxaldı və mən bu trendi buraxan insanlardan biriydim. Və ümumi olaraq sosial şəbəkələr bizim həyatımızı tam olaraq dəyişdi. Yəni əvvəllər kimsə məhsulu almaq istəyənlər yaxınlaşırdıq dükana və orada nə məlumat verirlərsə, o məlumata da inanırdıq. Çünki məlumat yox idi ümumi olaraq. İndi isə cəmaatın hamısı, yəni demək olar, dükana getmədən əvvəl girirsiniz sosial şəbəkələrə, hamısı bir-bir baxırsınız və artıq hansısa bir məlumat olur sizdə o məhsulla bağlı. Ümumi olaraq etibar məsələsi də dəyişdi. Əvvəllər etibar marka idi, indi isə etibar insandır. Hansısa insanı bir neçə dəfə görmüsünüzsə sosial şəbəkələrdə, ona artıq hansısa bir inam yaranır. Təbii ki, çalışırsınız, o adamla görüşəsiniz, o adamdan məhsulu alasınız. Əvvəl nə tər idi? Yaxınlaşırdıq dükana, adamla danışırdıq, məhsula baxırdıq, toxunurduq. İndi isə hər şey ekrandadır. Adam var, ona bu yaxındır, yəni bu qaydada yaxındır, yəni ekranda hər şeyə baxmaq. Amma adam var, ona uzaq gəlir. Hər bir halda bu reallıqdır. Və biz bu reallığı qəbul etməliyik və uyğunlaşmalıyıq. 2025 fərqli bir il olub. Dəyişikliklər də çox olub və 2026-da daha da böyük dəyişikliklər gözlənilir.